Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Türkiyənin məşhur manga qrupu xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. Manga qrupunun aparıcısı solisti Feriman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Məsələ ilə bağlı danışan Alim Qasımov isə təklifə müsbət yanaşdığını vurğulayıb. Təklif gəlsə yaxşı dəyərləndirərəm. Heç bir problem yoxdur, amma mövzuya, sözləri və musiqiyə baxmaq lazımdır. Qeyd edək ki, dünən Manga qrupunun Bakı Konqres Mərkəzində konserti baş tutub.